Məni heç kim pulla hamama çağırmayıb. Vəfa Şərifova ilə Afət Fərmanqızı arasında qalmaqal böyüyür. Xəbər bürosuna xoş gəlmisiniz. Show biznesdə sular durulmur. Sosial şəbəkələri silkələyən növbəti qalmaqal tanınmış müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı arasında yaşanır. Qarşılıqlı ittihamlar, ağır sözlər və şok iddialar. Tərəflər geri addım atmır. Qalmaqal isə gündən-günə daha da alovlanır. Müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında paylaşım edərək ona qarşı səsləndirilən iddiaları qətiyyətlə təkzib edib və qarşı tərəfi açıq şəkildə iftirada suçlayıb. Afət bildirib ki, güya onun həyat yoldaşı müğənni xanıma zəng edərək 5000 manat qarşılığında hamama dəvət edib. Bu iddia tamamilə əsassızdır. Onun sözlərinə görə bu cür fikirlər yalnız şayiə və böhtandan ibarətdir. Başına gələn özündən misal çəkər. Mənim haqqımda uydurulan bu sözlər iftiradır. Pulu olmayan kişi necə ödənişlə müğənni çağıra bilər? Belə bir şey mümkün deyil. Afət Fərmanqızı həmçinin bildirib ki, onun həyat yoldaşı vaxtilə imkanlı olub və sənət yolunda ona dəstək verib. Lakin sonradan başına ciddi hadisələr gəlib və o ərinə kömək etmək üçün evini satmaq məcburiyyətində qalıb. O vəziyyətdə olan adam 5000 manat verib müğənni çağıra bilməz. Ailə üzvlərini bu işə qatmaq düzgün deyil. Sənətçinin bu odlu alovlu açıqlaması qalmaqalı daha da dərinləşdirib. Sosial şəbəkələrdə müzakirələr səngimir. İzləyicilər isə tərəflərdən yeni açıqlamalar gözləyir. Sizcə bu qalmaqalda kim haqlıdır? Afət Fərmanqızı yoxsa Vəfa Şərifova? Fikirlərinizi şərhlərdə mütləq yazın. Belə aktual və qalmaqallı xəbərləri qaçırmamaq üçün Xəbər Bürosu kanalına